Salam, hörmətli izləyicilər. Mən Əhmədova Sədaqət, Heydər Əliyev adına müasir təhsil kompleksinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri. Bugünkü dərsimiz dil haqqında ümumi məlumatdır. Bildiyimiz kimi dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir. Mücərrəd işarələr sistemidir. Dil əsasdır. Nitq ondan törəmədir. Tarixi inkişaf nəticəsində dil az dəyişir. Nitq isə onunla müqayisədə çox tez dəyişir. Dil insanlar arasında ünsiyyət vasitəsidirsə, nitq ünsiyyət prosesidir. Dilin yaranması, nitqin meydana gəlməsi üç mühüm amillə bağlıdır. Birincisi psixoloji akt, ikincisi fizioloji akt, üçüncüsü isə ictimai aktdır. Bu o deməkdir ki, əgər insanın ağlı, təfəkkürü yerində olmazsa, dil yaranmaz və nitqə keçə bilməz. İkinci, əgər insanın bədən quruluşu şaquli vəziyyətdə olmazsa, əgər insanın danışıq üzvləri, çənəsi, dili, dişləri, dodaqları normal vəziyyətdə olmazsa, o hərfləri tələffüz etməyi bacarmaz, dil yaranmaz və nitqə keçə bilməz. Üçüncüsü, əgər cəmiyyət olmazsa, dilin yaranması qeyri-mümkün olar. Yəni, dilin yaranması üçün cəmiyyət lazımdır. Bildiyimiz kimi dil irqi və irsi deyil. Bu o deməkdir ki, yəni İngilis millətindən olan bir şəxsin övladını gətirib Azərbaycanlı ailəsi saxlasa və ətraf mühitdə Azərbaycan dilində danışılsa, deməli uşaq Azərbaycan dilində dil açacaq. Onun irqinin, irsinin onun dilinə heç bir aidiyyəti olmayacaq. Məhəmməd Peyğəmbər, Həzrət Əli, böyük filosoflar dilə çox yüksək qiymət veriblər. Həzrət Əli deyirdi ki, insan öz dilinin altında gizlənib, danışmağa başlayandan sonra onun kimliyi üzə çıxır. Dilin müxtəlif vəzifələri var. Əvvəla dil əşyaları adlandırır. İkincisi dil insanlar arasında ünsiyyət yaradır. Üçüncüsü isə dil insanın öz fikrini qarşı tərəfə çatdırmasına kömək eləyir. Dünyada 3500-dən artıq dil var. Sözsüz ki, ilk gündən dillər bu cür yaranmayıb. Parçalanma nəticəsində 3500-dən artıq dilə çevrilib. Sözsüz ki, yeni dillər yarandığı kimi ölü dillər də var. Dillər əsasən iki bölgə əsasında ayrılır. Birincisi genealoji bölgüdür, yəni qohumluq prinsipi. İkincisi isə tipoloji bölgüdür, yəni morfoloji quruluş. Qohumluq prinsipinə görə türk dilləri ailəsi 4 qrupa ayrılır. Birinci Oğuz qrupu, ikinci Qıpçaq qrupu, üçüncü Qarluq qrupu, dördüncü Bulqar qrupu. Oğuz qrupuna daxildir türk dili, türkmən dili, Qaqavuz dili, Azərbaycan dili. Qıpçaq qrupuna daxildir Qazax dili, Qırğız dili, Qumuq dili, Tatar dili, Başqırt dili. Qarluq qrupuna daxildir Özbək dili, Uyğur dili, Salar dili. Bulqar dilinə isə Çuvaş dili daxildir. Eyni qrupa daxil olan dillərdə danışanlar bir-birini daha çox anlayır. Çünki onların arasında olan ayrılma vaxtı çox da uzaq deyil, yaxın məsafədədir. Belə ki, 500 il, 1000 il bundan əvvəl ayrılan dillər bir-birini daha çox anlayırlar. Eyni qrupa daxil olan dillər qohum dillərdir. Yəni, qohum dillər bir kökdən olan dillərdir. Tipoloji bölgəyə görə dünya dilləri 3 yerə bölünür. Kök dillər, flektiv dillər, iltisaqi dillər. Kök dil dedikdə amorf dillər nəzərdə tutulur. Yəni, Vyetnam dili, Çin dili, Yapon dili, Tibet dili, bunlar kök dillərə daxildir. Bu dillərdə şəkilçi yoxdur, kök içindən dəyişmir, hər dəfə yeni söz yaradanda yeni bir kəlmədən istifadə olunur. Flektiv dillər isə Hind-Avropa dilləridir. Hind-Avropa dillərinin də özünə məxsus söz yaradıcılıq bacarığı olubdur. Sözün kökü həm özündən əvvəl ön şəkilçi qəbul edib, həm özündən sonra son şəkilçi qəbul edib, həm də sözün daxilinə şəkilçi artırma mümkün olub. Belə ki, ön şəkilçi prefiks, son şəkilçi sufiks,
İç şəkilçi isə infiks adlanır. Ərəb dilində də fleksiv yolla sözlər yaranır. Belə ki, samitlər qalır, saitlər dəyişərək köhnə mənaya uyğun yeni mənalı söz yaranır və qohum söz hesab edilir. Nəzər, mənzərə, tərəf, ətraf, xəmsə, müxəmməs, təxmiz. Bu sözlər də fleksiv yolla yaranıbdır. Fleksiv yolla ərəblər söz yaradarkən samitləri saxlayır, saitləri dəyişərək köhnə mənaya uyğun yeni mənalı söz yaradırdılar. Eşq, aşiq, məşuq və s. İltisaqlıq prinsipinə görə sözün kökü ayrılıqda məna verir. Şəkilçi bir qayda olaraq kökdən sonra artırılır. Yəni biz öz doğma dilimizdə söz yaradarkən kökdən sonra leksik şəkilçi artırırıq. Bu da iltisaqlıq prinsipinin əsas şərtidir. İkinci şərt odur ki, sözə əvvəl leksik, sonra qrammatik şəkilçi artırılmalıdır. Kitab sözün kökü, xana leksik şəkilçi, çı leksik şəkilçi, alındı kitabxanaçı, lar, dan qrammatik şəkilçilər. Əvvəl leksik, sonra qrammatik şəkilçi artırıldı. İltisaqlıq prinsipinin üçüncü şərti odur ki, sözə şəkilçi qoşularkən sözün kökündə fonetik cəhətdən dəyişiklik baş verməsin. Əgər dəyişiklik baş verərsə, deməli iltisaqlıq prinsipi pozulubdur. Belə ki, get sözünə şəkilçi artıranda gedir, et sözünə saitlə başlayan şəkilçi artırdıqda edir şəklinə düşür. Şəkilçi sözdən qoparlarsa, ged və ed ifadələri yaranar. Bu isə iltisaqlıq prinsipinin pozulmasıdır. İltisaqlıq prinsipinin pozulmasının dördüncü şərti odur ki, türk mənşəli sözlərdə prinsipə görə kökdən sonra leksik şəkilçi artırılmalıdır. Əgər kökün əvvəlinə şəkilçi artırılarsa, deməli iltisaqlıq prinsipi pozulubdur. Məsələn, dinc sözünə nadinc, kişi sözünə nakişi, kar sözünə bikar, qeyd sözünə laqeyd, norma sözünə anormal kəlmələri iltisaqlıq prinsipini pozan kəlmələrdir. Bu sözlərin içərisində həm alınma, həm də milli sözlərimiz var. Nadinc, nakişi iltisaqlıq prinsipini pozan türk mənşəli kəlmələrdir. İltisaqlıq prinsipinə görə sözə əvvəl leksik, sonra qrammatik artırılmalıdır. Leksikdən əvvəl qrammatik şəkilçi artırılarsa, deməli iltisaqlıq prinsipi pozulubdur. Məsələn, ev sözündən sonra imiz deyəndə evimiz. Burada prinsip pozulmadı. Əvvəl kök, sonra qrammatik şəkilçi gəldi. Lakin evimizdəki dedikdə, dəki leksik şəkilçisindən əvvəl artılan imiz iltisaqlıq prinsipini pozdu. Deməli, evimizdəki, bizimkilər, xalamgil, anamsız və s. nümunələrdə iltisaqlıq prinsipi pozulubdur. Bir məsələyə də diqqət yetirək ki, iltisaqlıq prinsipini hər bir leksik şəkilçi pozmağa icazə vermir. Ancaq dakı-dakı şəkilçisindən əvvəl, ki şəkilçisindən əvvəl, gil şəkilçisindən əvvəl, bəzi məqamlarda sus-suslu şəkilçisindən əvvəl qrammatik şəkilçi artırılır və iltisaqlıq prinsipi pozulur. Beşinci şərtə görə, əgər sözə şəkilçi qoşulanda sözün kökündə fonetik cəhətdən dəyişiklik gedərsə və şəkilçi sözdən ayrılan zaman kök məna verməzsə, yenə də iltisaqlıq prinsipi pozulmuş hesab edilir. Xəlqi, əşyəvi, kimyəvi, mənəvi, dünyəvi, frazeoloji, bioloji tipli sözlərdə də iltisaqlıq prinsipi pozulubdur. Azərbaycan dilində işlətdiyimiz bir çox sözlər var ki, alçal, alçaq, yumşaq, yumşal, isti, isit, isin kəlmələrində də iltisaqlıq prinsipi pozulub. Nə üçün? Ona görə ki, alçaq və alçaq sözlərinin eyni kökdən olduğu zahirən çox tez nəzər diqqəti cəlb edir. Lakin kök şəkilçi ayrılması mümkün olmur. Onda biz belə sözləri iltisaqlıq prinsipinin pozulması kimi qəbul edirik. Ahəng qanunu bütün türk dilləri üçün əsas qanundur. Lakin bəzən dilimizdə elə alınma sözlər olur ki, ahəng qanununa tabi olmur, lakin iltisaqlıq prinsipini qəbul edir. Məsələn, dairəvi sözü ərəb dilindən alınan kəlmədir.
Dairəvi sözü ahəng qanuna tabe olmasa da iltisaqlı prinsipinə tabe olubdur. Sözün kökü dairə, kökdən sonra vi şəkilçisi artırılıbdır. Dairəvi sözü yeni mənalı söz yaradıbdır. Biz vi şəkilçisini sözdən ayırsaq, sözün kökü olan dairə yenə də mənalı hissə yaradacaq. Dilimizdə iltisaqlıq prinsipini pozan bir qrup iki hecalı sözlər də var. Həmin sözləri biz iki yerə ayırırıq. Ərəb mənşəli alınma sözlər və türk mənşəli milli sözlərimiz. İsim, cisim, ətir, çətir, nəsil, fəsil, ömür, şəkil sözləri ərəb mənşəli alınmalardır. Bu sözlərə saitlə başlayan həm hal, həm mənsubiyyət şəkilçisi qoşulan zaman ikinci hecadakı qısa sait düşür və iltisaqlı prinsipi pozulur. Lakin oğul, beyin, burun, alın, qarın, boyun, qoyun, qucaq mənasında olan qoyun, qayın sözləri isə milli sözlərimizdir. Bu sözlərə saitlə başlayan hal şəkilçisi artırılanda sait düşmür, saitlə başlayan mənsubiyyət şəkilçisi qoşulanda isə ikinci hecadakı qısa sait düşür və beləliklə iltisaqlı prinsipi pozulur. Mövzu ilə bağlı bir neçə testə müraciət edək və öyrəndiklərimizi biraz da dərinləşdirək. Hansı söz birləşməsinin əsas tərəfində iltisaqlı prinsipi pozulmuşdur? Əvvəla biz aslı və əsas tərəfi tapmalıyıq. Söz birləşməsinin birinci söz tərəfi aslı, ikinci tərəfi əsas hissə hesab edilir. Bizdən də əsas hissədə iltisaqlı prinsipinin pozulması soruşulur. Oğulun ağıllısı A variantında, aslı tərəfdə oğulun sözü yazılıbdır, iltisaqlı prinsipi pozulmayıbdır. Sinifin uşaqları B variantında, aslı tərəfdə sinifin sözündə iltisaqlı prinsipi pozulubdur. Mənəvi dəyərlər C variantında, aslı sözdə iltisaqlı prinsipi pozulubdur. Bizə lazım olan aslı tərəf deyil, əsas tərəfin iltisaqlı prinsipinin pozulmasıdır. Komandanın əmri heç bir yerdə iltisaqlı prinsipi pozulmayıbdır. Y variantı, uşağın çiyini. Çiyini sözündə iltisaqlı prinsipi əsas tərəfdə pozulubdur. Sözün kökü çiyindir. Mənsubiyyət şəkilçisinin təsiri ilə Y samitindən sonraki İ saiti düşüb və beləliklə əgər biz şəkilçini kökdən ayırsaq, çiyin ifadəsi yaranar ki, bu da iltisaqlı prinsipinin pozulması deməkdir. İndi isə ikinci testə müraciət edək. Cərgələrdən birində həm flektiv, həm də iltisaqi dillərə aid nümunə vardır. A variantı qapıçı, şüşə, hər ikisi türk mənşəli sözdür. Heç bir iltisaqlı prinsipi pozulmayıbdır. B variantı dərk, dərrakə. Dərk, dərrakə, idrak ərəb sözüdür və flektiv yolla yaranıbdır. Bu da bizim sualımızın cavabı ola bilməz. Çünki bizdən bir flektiv, bir iltisaqi dillərə məxsus söz soruşulur. C variantında nəzm və dəmirçi sözləri verilibdir. Nəzm flektiv dilə məxsus sözdür, dəmirçi isə türk mənşəli sözdür. Deməli, axtardığımız sualın cavabı məhz C variantındadır. Bununla da dil haqqında ümumi məlumatla bağlı dərsimiz sona yetir. Sağ olun, diqqətinizə görə minnətdaram.